bax, çox sevirəm. Səidə xanımla o dostların arasına girmək istəmirəm. Yəni bu mövzuda istəmirəm. Girmisən də, mövzudur. 90 arasına girmisən, aləm dəyişdirdin. Yox, bilirsiniz, biz Samira xanımı da, yəni gənclik illərimizə təsadüf eləyib də o xanımın musiqili meydanda olmağı. Bilirsiniz necədir? Biz Samira xanımı kişi xarakterli bir qadın bilmişik. O daim kişilərin içində meyxana deyib, kişilərin içində. O 90-cı illərdən oxuduğu nəğmələr. Bəli, prosto orada bir 3-4 dənə söz dedi. O da mənim xoşuma gəlmədi. 3-4 dənə söz? 3-4 dənə söz dedi. Qoy qeyd edeyim onları. Samira xanım deyir ki, bu bizim əsərdir. Samira xanım, bilirəm, mahnı sevimli mahnı, amma bu əsər deyil. Biz meyxanaya əsər desək... Bax, meyxana bizim keçmişimizdir. Yox, əsər... Kökümüzdür. Kökümüzdə meyxanamız var. Mən meyxana ilə mənim bir düşmənçiliyim yoxdur. Bax, hər bir yazılan söz üçün, mahnı üçün, musiqi üçün onun yiyəsi, müəllifi ona əsər deyəcək. Çünki onu yaradıb, oturub düşünülüb, yazılmayıb. Bu bədahətən deyilən bir... Bədahətən də o onun əqli mülkiyyətidir. Yox, mən başa düşürəm. Sadəcə Samira xanımın yanaşmasını qəbul etmirəm. O deyil, əsər də, o öz... Yox, bilirsiniz... İndi bilirsiniz necədir? Xırda bir şey görsən, qaldırırlar, qoyurlar dağın başına. Musiqi əsərlərinə nə deyək bəs? O başqadır da.